44 günlük Vətən müharibəsi şanlı tariximiz. Azərbaycan xalqı bütün gücünü səfərbər edib, yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. Azərbaycan ordusu cəmi 44 gün ərzində elə bir qəhrəmanlıq göstərdi, elə bir peşəkarlıq göstərdi ki, bugün bir çoxları üçün nümunədir. Təbii ki, bütün bu nailiyyətlər asanlıqla əldə olunmayıb, olduqca mürəkkəb şərtlərə və şəraitə rəğmən qazanılıb. Həll edici amil isə heç şübhəsiz lider fenomeni, liderlik faktorudur. Tarix təsdiqləyir ki, güclü lider olmadan xalqın intibahını və dövlətin inkişafını təmin etmək olmaz. Elə çox əsrlik dövlətçilik tarixinə malik olan Azərbaycan xalqının təcrübəsi də bu reallığın bariz nümunəsidir. Xalqımız istər 20-ci əsrin sonlarında, istərsə də 21-ci əsrin əvvəllərində öz müdrik liderləri Heydər Əliyevin və İlham Əliyevin dövlətçilik ənənələrinə, milli maraqlara və bəşəri dəyərlərə əsaslanan siyasəti nəticəsində Azərbaycanın tərəqqisinin, müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımızın ən yüksək zirvələrdə qürurla dalğalanmasının, ölkəmizin zirvələr fəth edərək dünya miqyasında söz və nüfuz sahibinə çevrilməsinin sonsuz iftixarını yaşamışdı. Ulu Öndər fəaliyyətinin bütün mərhələlərində Azərbaycanın inkişafına, dövlət maraqlarının qorunmasına və dövlətçilik ənənələrinin yaşadılmasına xidmət edən misilsiz işlər görüb və tarixi nailiyyətlərə imza atıb. Heydər Əliyevin milli maraqlara, dövrün tələblərinə və reallıqlarına uyğun siyasəti Azərbaycanın iqtisadi proqresini, siyasi yüksəlişini və beynəlxalq mövqeyinin möhkəmlənməsini təmin etdi. Ümumilli liderin həyata keçirdiyi uğurlu siyasət, müstəqil respublikamızın dünya arenasında nüfuzlu tərəfdaş kimi tanınmasını, güc mərkəzlərinin Azərbaycanla əməkdaşlığı cəlbedici seçim kimi dəyərləndirməsini şərtləndirdi. Bir sözlə, ümumilli lider müstəqillik dönəmində xalqın tələbi və dəstəyi ilə xilaskarlıq və quruculuq missiyasını reallaşdırmaqla ölkəmizi tənəzzüldən, hətta dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən qurtararaq tərəqqi yoluna çıxardı. İctimai, siyasi və tarixi yaddaşımıza sabitlik və inkişaf dönəmi kimi yazılan 1993-2003-cü illərin siyasi mənzərəsi Azərbaycanın parlaq gələcəyini aydın ifadə və ehtiva edirdi. Ümumilli liderin xalqımız qarşısında ən böyük xidmətlərindən biri də siyasi varisliyin təmin olunmasıdır. Azərbaycan xalqının böyük etimadı əsasında ölkə prezidenti seçilən cənab İlham Əliyev əməli fəaliyyəti ilə sübuta yetirmişdi ki, Heydər Əliyev siyasətinə, Ulu Öndərin ideyalarına, milli anda sadiqdir və sözü imzası qədər dəyərlidir. Bugün inamla və iftixarla söyləyirik ki, müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi uğurlara imza ataraq milli strateji məqsədləri gerçəkləşdirmişdir. Biz öz torpaqlarımızın sahibi olmalıyıq. Sülh yolu ilə məsələləri həll etməliyik. Və nəyin bahasına olmalıyız? Hansı yollar olmalıyız? Şuşada, Qarabağda bütün işgal olmuş torpaqlar azad olunacaq. Azərbaycan xalqının iradəsi ilə azad olunacaq. Azərbaycanın qəhrəman oğullarının şücaəti ilə azad olunacaq və Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq. Ürəyimdə dedim ki, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdim. Gözün aydın olsun Azərbaycan. Uzun illərin həsrətinə, əzab-əziyyətinə son qoyan 44 günlük vətən müharibəsində qazanılan möhtəşəm qələbə də Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlıdır. Dövlət başçısı ölkəsinin ərazi bütövlüyünü təmin edən sərkərdə kimi öz şərəfli adını qızıl hərflərlə tarixə yazdırdı. Göstərmişik bütün dünyaya ki, yenilməz xalq Azərbaycan xalqıdır.
Müzəffər ordu Azərbaycan ordusudur. Erməni mifologiyasını məhv etdi. Erməni uydurmalarını məhv etdi. Onları yerinə oturtdu. Onlar bizim qabağımızda diş çöküblər. Və bu damğa ilə onlar bundan sonra yaşayacaqlar. Rəzalət damğası ilə yaşayacaqlar. Biz isə Gruzisi ilə yaşayacaq. Bundan sonra. Müzəffər Ali Başkomandan İlham Əliyev prezident kimi xalqa söz vermişdi ki, gün gələcək Azərbaycanın dövlət bayrağı işğal altında olan torpaqların hər bir güşəsində dalğalanacaq. Nə qədər dövlətin gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, qələbəni əldə edən əskərdir, zabitdir. O gedir, o sinəsini qabağa verir, o ölümə gedir və bayrağı da qaldıran odur. Onların qəhrəmanlığı heç vaxt silinməməlidir və silinməyəcək. Bugün üç rəngli bayrağımızın Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə qürurla və əzəmətlə dalğalanması, ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin və konstitusiya quruluşunun bərpası, Heydər Əliyev siyasətinin təntənəsi, Prezident İlham Əliyevin Azərbaycana qazandırdığı ən parlaq nailiyyət, şanlı və möhtəşəm zəfərdir. Bundan böyük xoşbəxtlik ola bilməz. Həm mənim üçün, həm sizin üçün, həm Azərbaycan xalqı üçün, həm bütün dünya Azərbaycanlıları üçün. Mən o vaxt demişdim ki, nəyi necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm. Və 2-ci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. Və bugün, o gündən 3 il keçməmiş biz buradayıq. Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan gerbi, Azərbaycan bayrağı altında. Bu böyük xoşbəxtlikdir və tarixi hadisədir. Və Azərbaycan xalqı elə bir qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də əbədi bu qələbə bizimlə olacaq. Əbədi bu qələbə bizim tariximizdə olacaq. Bizdən sonra gələn nəsillər əbədi bu qələbə ilə haqlı olaraq fəxr edəcəklər. Azərbaycanın bütün ərazisində suverenliyin tam bərpası ilə nəticələnən antiterror tədbirləri isə haqq işimizin qəti qələbə ilə yekunlaşmasını təmin etdi. Bəli, dövlət başçısının bütün vədlərinə sadiq olduğu kimi ölkənin ən tali yüklü problemini həll etməsi onun sözünün imzası qədər dəyərli olduğunu sübuta yetirdi. Bu həm də 2003-cü il 15 oktyabr prezident seçkilərində xalqın tarixi seçiminin öz liderinə sarsılmaz inamının nəticəsi idi. 8 noyabr zəfəri ilə Azərbaycan tarixində qızıl hərflərlə yazılan bir səhifə açıldı. İllər sonra isə bu şanlı zəfər diplomatik müstəvidə də öz təsdiqini tapdı. 8 avqust 2025-ci il tarixində Vaşinqtonda sülh müqaviləsinin mətninin paraflanması regionda uzun illərdir gözlənilən sülhün real konturlarını müəyyənləşdirdi. Bu, qələbənin siyasi və diplomatiya masasında məntiqi yekunu, Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq səviyyədə qəbulunun göstəricisi idi. Vaşinqton görüşü bir daha sübut etdi ki, Azərbaycan müharibəni necə inamla və ədalətlə sona çatdırdısa, sülh prosesini də eyni qətiyyətlə və prinsipiallıqla idarə edir. Biz həm müharibəni utduq, həm sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı. Suverenlik möhkəmləndi.
və sülh de facto təmin olundu. Stand prepared to Biz share bu our müsbət təcrübəmizi paylaşmağa hazırıq. achievements of the Bu təcrübə bu gün azad edilmiş torpaqlarda da öz bəhrəsini verir. Qarabağda və Şərqi Zəngəzurda aparılan geniş miqyaslı bərpa və quruculuq işləri Azərbaycanın sülh və inkişaf modelinin real nümunəsinə çevrilir. Ermənilər viran qoyub bizim dədə-baba torpaqlarımızı. Biz isə qurub yaradan xalqıq. Biz düşməni öz torpaqlarımızdan qovmuşuq. İndi də öz doğma torpağımızda qurub yaradırıq. Şərait yaradırıq, binalar tikirik, tarixi abidələr, məscidlər tikirik. Yəni biz bu torpaqların sahibləri qayıtmışıq və burada əbədi yaşayacağıq.